insan canabətli olarsa və canabətli olduğu halda, yəni canabət nə deməkdir? Yəni namaza, belə deyək, təmiz deyil. Namaza təmiz deyil. Və bu halda oruç tutması icazəlidirmi, yoxsa yox? Mələcik hədisdə gəlir Allah Rasulü sallallahu aleyhi və səlləmdən ki, Ayşə rəziyallahu deyir ki, Ənə Rasulullah sallallahu aleyhi və səlləm kənə yudrikuhul fəcr və huve cunubun min əhlihi thumma yəğtəsil və yasum. Allah Rasulü sallallahu aleyhi və səlləm cunublu olaraq, yəni öz ailəsindən cunublu olaraq fəcrə çatardı, oruç tutub, sonra nədir? Qusul alardı. Qusul alardı. Və bu açıq aydın hədis göstərir ki, insan Ramazan ayında başqa bir vaxtda öz ailəsindən yaxınlıq etdikdən sonra cunublu olur, cənabətli olur. Və cənabətli olduğu halda olmağına baxmayaraq, sahur vaxtı orucunu, yəni oruc üçün hazırlıq görür, yəni yemək yeyir, yeməyini yeyir. Yeməyini yeyəndən sonra, fəcr vaxtı artıq nədir? Girəndən sonra qusul alır və orucuna davam edir. Yəni orucu səhihdir. Və həmçinin məşhur suallardan bu cavabdır hədis. Yəni insan orucunu tutur və təbii olaraq insanın yuxusunda, yəni müəyyən bir şey baş verəndən sonra cənabəti pozulur. Və yuxudan duranda cənabəti pozulur. Və dərhal, yəni şeytan ona şübhə etdirir ki, sənin orucun batildir. Yox, oruc səhihdir. Yəni insanın cənabətli olması orucla əlaqəsi yoxdur. Yəni dediyimiz kimi də habaq ki, özündən asılı yuxuda ya da fəcrdən öncə öz ailəsi ilə yaxınlıq edib ondan sonra orucunu tutursa, orucu səhihdir.